Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Antonio Vitarina'nın rəhbərlik etdiyi nümayəndə heyəti Dövlət Miqrasiya Xidmətində olub. Xidmətin rəisi Vüsal Hüseynovla görüşdə miqrasiya proseslərinin beynəlxalq normalara uyğun tənzimlənməsi, miqrantların hüquqlarının müdafiəsi üzrə beynəlxalq layihələr müzakirə edilib. Azərbaycanda miqrasiya üzrə regional təlim mərkəzinin yaradılmasına dəstək layihəsi çərçivəsində görülən işlərə diqqət yetirilib. Görüşdə mərkəzin yaradılmasına ilkin zəmin hazırlamaq və işləri sürətləndirmək məqsədi ilə iki qurum arasında anlaşma memorandumu imzalanıb. Sonra qonaq miqrasiya üzrə regional təlim mərkəzində yaradılan şəraitlə tanış olub. Həmçinin miqrasiya məktəbi layihəsinin iştirakçıları və mərkəzin fəaliyyətindən yaxından iştirak edən miqrasiya könüllüləri ilə görüşüb. Beynəlxalq Miqrasiya Təşkilatı keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıtmasında Azərbaycana dəstək üçün lazımi təcrübəyə malikdir. Azərbaycana texniki dəstək göstərə bilərik. İmzalanan memorandum bunu bir daha sübut edir. Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycan hökuməti ilə əməkdaşlıqdan çox məmnundur. Belə bir təlim mərkəzinin artıq mövzuları müəyyənləşib, mövzular üzrə proqramlar, beynəlxalq təlimçilər müəyyənləşib, artıq 2 il ərzində bu layihəyə maraq bildirən 10 dövlətdən olan 200-ə yaxın şəxsin iştirakı ilə bu təlimlər keçirilib və bugün belə deyək, bu layihənin hüquqi müstəvidə zəmin yaranması üçün ilkin addım atıldı